Binə qəsəbəsi sağa gedən yol deyilən ərazidə. Ana yoldan 160-ın xəttindən 50 metr evə qədər məsafədir. Modul tipli, müasir Mərdəkan evinə oxşar evdir. Yer toplu-poldur. Dövlət suyu, qaz işığı var. 2 sotlu həyətə 2 maşın girir. Evimizin, yəni 4 otaqlı evdir. Tam super şəraitdir. İndi sizin evin daxilinə tanış edirəm. Baxın, dekorativ güllərinə qədər, işıqlarına qədər hər bir şey hazırdır. Arxasında da keçid var. Arxada kombisinə kimi qoyulubdur. Gördüyünüz kimi kombisi. Evin sağı solu hər tərəfinə keçid var. Qapı birbaşa geniş məhəlləyə açılır. Tam asfaltın üstüdür. Yəni asfalt məhəllədir. Plusdakı dövlət su qaz işığı da var. Müasir görünüşə malikdir. Yəni dizaynı da əladır, çölü də içi. Baxın, bura ayaqqabı şkafı kimi təyin olunub. Girsən, üzbəyüzdə bura mətbəx. Yer yenə qeyd edirəm, istipoldur dostlar. Pərdələrinə kimi, lüstura kimi hər bir şey var. Qoşa daşına tikilmə evdir. Koridorunun elə gözəlliyinə baxın. Qapılarına qədər hamısı bahalı qapılar. Bahalı iş gedib də yəni burada. 3 yataq otağı, 1 sanitar qoşa, bir də qonaq otağımızda duş kabini hamısı yığılıb. İstipolun kollektor sistemi. Bu da digər yataq otağımız. Qonaq otağını göstərirəm sizlərə dostlar. Belə də gözəlliyə malik qonaq otağıdır. Evimiz idealdır, qəşəng evdir. Allah arasında olan hər kəsə qismət eləsin. Avtobus 160-dan cəmi 50 metr aralıdır.